qadın cinsi orqanına kartof yerləşdirdi. Hamilə qalmasın deyə. Kontraseptiv əvəzinə hamiləliyini kartofla qarşısını almaq istədi. Çox böyük ağrılarla həkimə gəlib, məlum olub ki, çıxartmaq yadından çıxıb, o da orada cücərib, iltihab verib. Və soruşanda ki, bunu niyə eləmirsən? Bilirsiniz nə deyib? Anam məsləhət gördü, illərdir özünü hamiləlikdən belə qoruyurmuş. Tibbi cahilliyin dibi və dünyada müzakirə olunan bu hadisə. Həqiqətən də tibbi savadlılığın nə qədər vacib olduğunu, bəzən həyat əhəmiyyətli olduğunu isə bu işi gördükcə anlayıram. Əsas məqsədimiz sizi bilgiləndirmək və istənilən məsələlərdə sağlamlığın hər şeydən vacib olduğunu yada salmaqdır məsələ. Biz isə xəbərə baxaq. Cinsi orqanına kartof yerləşdirdi. Tibbi cahillik, hamilə qalmamaq üçün bunu edib. Kolumbiyada gənc qadın kəskin qarın ağrıları ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkim ginekoloqlar pasiyentin cinsiyyət orqanında qeyri-adi yad cisim aşkar ediblər. Məlum olub ki, qadın hamiləliyin qarşısını almaq məqsədi ilə kartofdan istifadə edib. Tibbi baxımdan əsassız və təhlükəli olan bu üsul ciddi fəsadlara yol açıb. Həkimlərin bildirdiyinə görə orqanizmdə qalan bu kartof rütubətli mühit təsiri ilə kök atmağa və cücərməyə başlayıb. Nəticədə iltihab, güclü ağrı və infeksiya riski yaranıb. Pasiyent üzərində aparılan cərrahi müdaxilə texniki baxımdan mürəkkəb olmasa da, nadir hallarda rast gəlinən tibbi hadisə kimi qeydə alınıb. Araşdırma zamanı məlum olub ki, bu dırnaqarası konsentrasiya üsulu qadının şəxsi təşəbbüsü olmayıb. Ona bu metodu anası məsləhət görüb. Həkimlər qeyd edib ki, bu fakt əhalinin tibbi savadsızlığının göstəricisidir. Buna görə də tibbi maarifləndirmənin həyat əhəmiyyətli olduğunu vurğulayıblar.